Bir can almışsansa, bir can da verəcəksən. Bu sənə baha başa gələcək. Salam Hikmət əmi. Salam. Açıq çıxdın içəridə. Bugün çıxdım əmi. Hara geçmədin? Atam gilə gedirəm. Darıxmışam onlar üçün. Qarşılamağa da gəlmədilər, sağ olsunlar. Gedim görüm necədirlər. İstəyirsən, otur aparım səni. Yox, çox sağ olun əmi. Niyə məni qarşılamağa gəlmədin? Düz 5 ildir ki, içəridəyəm. Bir dəfə də olsun ki, görüşümə gəlmədin. Heç olmasa qarşılamağa gələrdin də. Həmişək kimi susub belə oturacaqsan. Maqa, təzə uşaqlar var. Və? Deyirsən təzə uşaqlar var. Lap yaxşı. Uşaq nə qədər çox olsa o qədər yaxşıdır. Gəlsinlər görək. Bayram pay almağa. Bayramlarını təbrik edirəm. Bunu verirəm sənə, bu 100 dolları. Gedirsən, anar əmin adından onlara qəşəng hədiyyə alırsan. Oldu mu? Çoxdur. Çox deyil. Qəşəng gedirsən, produkt alırsan, gedirsən evə uşaqları sevindirməyə. Mənim adımdan, anar əmin adından. Bayramımız bir daha da mübarək olsun. Qaytararam. Sizi mən boşu-boşuna yedizdirib saxlayıram yanında. Hər yerdə xəbər salmışam. Harada görsələr Muradı, xəbər edəcəklər mənə. Xəbər salma. Adamları deyil, özün axtar tap. Alo. Alo, salam, Nəsib bəydir danışam. Bəli, kim idi soruşan? Sizi Emin Holding tikinti şirkətindən narahat edirik. İşlə bağlı bizə müraciət etmişdiniz. Bəli, buyurun, buyurun. Sabah bizim ofisə yaxınlaşa bilərsiniz. Bizim şirkətə sizin kimi təcrübəli mühəndislər lazımdır. Yaxşı, yaxşı, əlbəttə, əlbəttə. Yazıq şey tək tənha qalıb. Nə oğuldan yardı, nə də qızdan. Yavaş danış da, eşidə Raif. İnanın bu yaşdan sonra. Çönüb baxır, bax. Eşitdi özü də. Dedim Dedim də yavaş danış. Vecin alma. Olanı deyirik daha. Yaxşı, neysə. Mən gedim evdə işim var, sonra da. Yaxşı bacı xəbər. Yeni iş ortağımız xeyirli, uğurlu olsun. Hani sənə bir söz demə Azər. Mənim çoxlu iş ortaqlarım oldu. Çoxlu. Amma mən sənin kimi işinə diqqətli, qayğıkeş, hələ ki belə bir insan görməmişəm. İnsan gərək öz işini sevsin. Hansı iş olursa olsun, öz işini sevsin və ona hörmətlə yanaşsın. Nə olub? Sahib də getmək istəyir nənəsinin babasının yanına. Sən Allah, imkan ver, biz yan çayımızı içək. Uşağın da yadına boş-boş şeylər salma. Sahibi idmana aparacam. Qızım, dur get sən də hazırlaş. Bakıya gedirik. Babam gilə gedirik ana. Hə qızım. Ana, niyə kefin yoxdur? Nəsə olub? Ana. Hə, Yaxşısan? hə. Yaxşıyam qızım, yaxşıyam. Dur get sən hazırlaş. Heç iş axtarıram. Heç yerdə də iş yoxdur. Bura baxa, bəlkə sən bilərsən, harasa bəlkə işsad olar. Allah sən saxlasın. İş mi var indi ay Murad? İşi kim bitirib sən axtarıb tapasan? Cəmaat özünü güclə dolandırır. Sən işdən danışsan ay Murad. Orası elə deyə düz deyirsən. Amma yenə də bax da, harasa bir işsad olsa
Kimsə işçi zad axtarsa mənə deyərsən. Bir iş olsa xəbər eləyəcəm sənə. Yaxşı, sağ ol, görüşərik. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol. Biz niyə bu maşınla gəldik? O qədər maşın ola-ola. Sən bilməzsən də şeylər. Necə yəni? Şübhə çəkməmək üçün. Aldığın, yediyin pulları nə vaxt qaytarmaq fikrin var, ha? Vallahi qaytaracağım hamısını. Bir ayda eyni sözləri deyirsən. Adam dolamsan sən? Təzə işə girmişəm. İşləyim maaş alım, qaytaracağım bütün pullarınızı. Qaytaran o bir ay fırlatmaz mənə pulu. Vaxtında qaytarar pulu. Başa düşdün? Borcunu niyə gətirib vermirsən, hə? Düz bir ildir yoxa çıxmısan. Elə bilirsən tapa bilməyəcək səni biz. Biraz ailə problemim oldu. Yaxın zamanda ödəyəcəm aldım. Sənin ailə problemindən bizə nə? Hə? Alıb yiyəndə yaxşı idi. İndi qaytarmaq vəzifəsi sizlənirsən. Dedim ki, qaytaracağım. Biraz vaxt verin mənə. Sənə 3 gün vaxt verirəm. Əgər 3 gün ərzində pul çatmasa, özün ölmüşdür.
Arif da evdə yoxdur ya. Bilmirsiniz hara gedib? Xeyr, bilmirəm. Uşaqları da götürüb çıxıb gedibdir. Ana, bəs indi biz nə edəcəyik? Namiq, atam gələnə kimi gedək anamın qəbrinin üstünə. Biz gələnə kimi o yəqin o da gələr. Yaxşı, gəlin gedək. Getdik. Alo. Alo. Salam Hikmət əmi. Salam. Məcbur olmasaydı mağaz açmazdım sənə. Alo. Kənan. Necəsən əmi? Sağ ol, yaxşıyam. Sən necəsən? Sağ ol əmi, mən də yaxşıyam. Hikmət əmi, sənə bir işim düşüb. Nə işdir ki? Rayona gedəcəm, anamı gətirməyə. Sənin maşınlarının birini verə bilərsən mənə? Olar. Bir şey soruşum səndən. Sən sürücülük vəsiqin var? Var əmi, narahat olma. Mən indi kənardayam, Qovrulma restorandayam. İndi zəng edib tapşararam, gedib evdən götürərsən. Çox sağ ol əmi. Bunların maşınına bax hələ. Nə gündə maşın saxlayırlar? Əmi arada bunu yuduzdur da. Gece karanlık, şehir suskun, küçelerde kölgeler pusku. Bizi tanı, biz kanun yazırıq, korku içinde adın yanır. Darmadağın, şehir titreyir, biz buradayıq. Qanlar içilir darmadağın. Kim qalxıbsa bu oyunda ya qazan ya da yıxıl. İlk gülle atıldı, oyun başladı. Xəyanət edənlər torpa bastırıldı. Dosta düşmən amı maskalı. Burada tek qayda silah danışmalı. Küçələr qanlı, divarlar susur. Hər addım pusku, hər an güllə uçur. Nə polis, nə də hakim idarə edir. Bu şəhərdə yalnız gücə hökm verir. Düşmən gizlənir, amma biz bilirik. Bir işarə ilə səni silirik. Qan borcunu zaman ödəmir. Bunu yalnız güllə həll edir. Darmadağın, şəhər titrəyir, biz buradayıq. Qanlar içilir darmadağın. Kim qalxıbsa bu oyunda ya qazan ya da yıxıl. Biz gecenin hökmüdür gün batanda. Adımız dolaşır qaranlıq şəhərdə. İstəsək yerlər silkələnəcək. Bir siqnal ilə hər şey dəyişəcək. Dostun yox, burada yalnız oyun var. Qaydalar sərt, geri dönüşü yox. Sən ya zirvədəsən ya da torpaqda. Qorxular səni
Sən inanırsan ki, Murad bizə pulu gətirib verəcək? Yox, inanmıram. İnanmırdınsa, bəs niyə buraxdın onu? Nə etməliydim? Öldürməliydim onu pula görə. Sən özün öz dilindən dedin ki, pulu gətirib verməsən, özü ölmüş bil. Sözlü dedim də, onu qorxuzmaq üçün. Gərək biz onu öldürərdik elə orada. Onsuz da pul gətirən deyil o. Sən deyəsən, çox kinolara baxırsan ha. Özünü mafiya hiss elədin. Biz mafiya deyilik. Borca pul verib, pul alırıq. Nə var ağlında? Nə plan qurursan? Səndən qabaq da bir işləyirdi yanımda. Boş-boş danışırdı. Heç bir işə yaramırdı sənin kimi. Vaxtıdır. Həll eləyin onu. Bacı, səni bu hala salanı qısa zamanda sənin yanına yollayacağım. Gəl, gəl. Gəl. Əziz, sabahki banketimizdən heç bir problem olmasın. Hər bir şeyi xırdalığına kimi fikir verirsən, diqqət edirsən. Oldu mu? Oldu anarım. Gedə bilərsən. Sən də darıxırsan atamız üçün. Kaş atam indi yanımda olardı. Mənlə yenə də futbol oynayardı. Mən gedirəm. Ana sənə əmanətdir. Hara gedirsən? Vətənimizi qorumağa gedirəm, oğlum. Ata, mən də səninlə gedə bilərəm. Yusif, hər bir Azərbaycanlı övladı kimi vaxtı zamanı gələndə sən də gedib öz vətənimizi qoruyacaqsan. Unutma ki, vətən anamızdır. Mən də sənin kimi böyüyəndə əsgər olacağam. Əlbəttə, oğlum.
Uşaqlar, gəlin süfrəyə yemək yeməyə. Yemək hazırdır. Siz niyə yemək yemirsiniz? Ana, atam üçün çox darıxmışam mən. Mən də darıxmışam ana. Salam Agün. Salam. Nə olur Mahir? Bilirsən, səfərbərlik elan olub. Ehtiyat olan zabitləri də yığırlar. Mən də vətəni xidmətə yerinə yetirməyə gedirəm. Gətirdim ki, Fərhad da sən baxasın. Sağ salamat Mahir. İnşallah sağ salamat qayıdarsan. Övladlarımı sənə, sizi də Allaha əmanət edirəm. Gözün arxada qalmasın. Oğlum, ananla qardaşına müğayət olursan. Yaxşı ata. Ata! Mən də apar. Alo. Salam Natiq. Salam Tahir, salam. Necəsən? İşlər necədir? Necə olacaq İş kimi. Bir ildən çoxdur. Bir adama pul vermişəm. Hələ də don tapa bilmirik. Sən də mənim günümdəsən ki. Sən nə olub ki? Elə mən də bir şərəfsizə pul vermişəm. Onu axtarırdım, bu gün çıxdı qabağıma. Ona 3 gün vaxt vermişəm. Çatdırmadı, ondan başqa cür danışacağım işi. Sən yenə tapmısan yaxşısan Mən o Muradı tapsam, ölməkdən betər günə salacam da. Kim? Kimi dedin sən? Murad? Hə, Murad. Nə Murad? Məmmədov, Arif oğlu. Natiq, sənə bir söz deyim. Biz ikimiz də eyni adam axtarırıq. Onun yerini mənə tezdir. Yerini dəqiq bilmirəm. Mənim də təsadüfən qabağıma çıxdı. Yaxşı, bir də onu görsən, mənə xəbər elə. Bizim uşaqlar onu tapa bilməzsə, onun atasının evinə gedəcəm mən. Məsləhət səndir, bax da. Mən ailəni qatmıram belə söhbətlərə. Çünki onların heç bir günahı yoxdur. Yaxşı Tahir, yaxşı. Sağ ol, sonra danışarıq. Buna bax, bunda lap baş xarab olub ki, üzümə boy verir. Bu da ağılı çıxıb, mənə ağıl verir. O bir uşaqlar hanı? O bir uşaqlar biraz az işləmişdi. Dedim qoy biraz işləsinlər. Yoxsa Maqa əli bizi kəsəcək. Bugün uşaqlar
yaxşı işləyiblər. Həm diləndilər, həm də oğurluq elədilər. Deyəsən, yavaş-yavaş gözümə girirsən. Bax, həmişə belə ağıllı olun. Götür, uşaqların payı ver. Bax belə, kim çox işləsə, o da çox qazanacaq. Aydındır? Davay, iş başına. Bu da senin. Sağ ol. Nə oldu? Bir xəbər yoxdur? Yox. Ay sizin gördüyü işin içine mən nə deyim? Bir dənə adamı da tapa bilmirsiniz. Şey yaramazlar. Adamlarımla bir yerdə axtardıq. Heç şey də yoxdur. Fərasətsizin biri fərasətsiz. Get maşını hazırla. Hara gedək? Gedəndə görərsən. Sən qaç gizlən. Sən öz ayağınla mənim yanıma gələrsən. Görüm atan nə qədər çox istəyirsən. Ana! Hay ana! Ana! Kenan. Oğlum.
Haçan çıxdın sən içərdən oğlum? Dünən çıxdım ana. Həmişə evində işində oğlum. Allah səni qorusun. Allah səni mərdimazarlardan uzaq tutsun. Bax, bir də ona buna qoşulmayacaqsan. Yaxşı bala? Yaxşı ana. Ana, sən atamı niyə tək qoyub çıxıb gəlibsən rayona? Leylanın ölümündən sonra atan çox dəyişdi, çox. Hər gün mənlə dava eləyirdi. Mən də dözə bilmədim. Dedim, gəlim qalın burada. Ana, Leyla niyə özünü öldürdü? Muradla yola getmirdilər. Hər gün dava eləyirdilər. Bir gün Murad gətirdi qapıya, Leylanı atdı. Qonşu yanında biyabır olduq. Uşaqlardan uzaq tutdular, göstərmirdilər ona. Leyla da dözə bilmədi. Dərman içib özünü öldürdü. Otağa girdim, gördüm ki, ürəyi dayanıb. Hamısı o oğraş Murada görə oldu. Gedib onu öz əllərimlə öldürəcəm. Tövbədir. Mən bir evlad itirmişəm. Səni də itirmək istəmirəm. Bax, əgər analıq haqqım üstündə varsa, sözümdən çıxmazsan. Yaxşı? Yaxşı ana, yaxşı. Gəl gedək içəriyə. Yol gəlməsin bala. Ana, hazırlaş gedək atamın yanına. O da tək qalıb orada. Qalar da tək. Onun əlindən o boyda ev getdi. Ana, olar bunlar gedək öz evimizdə danışaq. Yaxşı. Hazırlaş gedək, gözləyirəm burada.
Gece karanlık, şehir suskun, küçelerde kölgeler pusku. Bizi tanı, biz kanun yazırıq, korku içinde adın yanır. Darmadağın, şehir titreyir, biz buradayıq. Qanlar içilir darmadağın. Kim qalxıbsa bu oyunda ya qazan ya da yıxıl. İlk gülle atıldı, oyun başladı. Xəyanət edənlər torpa bastırıldı. Dosta düşmən amı maskalı. Burada tek qayda silah danışmalı. Küçələr qanlı, divarlar susur. Hər addım pusku, hər an güllə uçur. Nə polis, nə də hakim idarə edir. Bu şəhərdə yalnız güc hökm verir. Düşmən gizlənir, amma biz bilirik. Bir işarə ilə səni silirik. Qan borcunu zaman ödəmir. Bunu yalnız güllə həll edir. Darmadağın, şəhər titrəyir, biz buradayıq. Qanlar içilir darmadağın. Kim qalxıbsa bu oyunda ya qazan ya da yıxıl. Biz gecenin hökmüdür gün batanda. Adımız dolaşır qaranlıq şəhərdə. İstəsək yerlər silkələnəcək. Bir siqnal ilə hər şey dəyişəcək. Dostun yox, burada yalnız oyun var. Qaydalar sərt, geri dönüşü yox. Sən ya zirvədəsən ya da torpaqda. Qorxular səni yaşadacaq ya da. Bu şəhər yanır,